Salam, Riyopen Medyanın Renews Haber kanalı canlı yayıma başlayır. Studiyada Cana Karapetyan işləyir. Əvvəlcə Ermənistanla bağlı vacib bir xəbərə diqqətinizi çatdıraq, sonra isə baxaq görək Azərbaycan tərəfdə nələr baş verir. İyulun 1-də Ermənistan Respublikasının Müdafiə Naziri Surən Papikyan Müdafiə Nazirliyinin inzibati kompleksində Ermənistan Respublikasının xaricdə akreditə olunmuş hərbi ateşələri ilə görüşüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Hərbi ateşələr görülən işləyin nəticələrini nəzərə təqdim ediblər, müdafiə sahəsində əməkdaşlıq prosesi, baş verənlər və problemlərə toxunublar. Müdafiə şöbəsinin rəisi silahlı qüvvələrdə aparılan islahatların gedişini hərbçilərə təqdim edib, müşavirənin yekunlarını yekunlaşdırıb, müvafiq tapşırıqlar verib. Rusiya ilə Azərbaycan arasında gərginlik hələ də gündəmdədir. Baytlaqlardan qarşılıqlı ittihamlar bir-birini əvəz edir. Yekaterinburqda qətlə yetirilmiş azərbaycanlıların cəsədləri artıq Azərbaycana gətirilib, lakin Bakıda bildirib ki, Rusiya tərəfinin apardığı ekspertiza onların qane etməyib. Azərbaycan rəsmiləri açıqlayıblar ki, meyitlər əlavə ekspertizadan keçiriləcək. Azərbaycandakı ekspertiza reyi ilə Rusiya tərəfinin təqdim etdiyi ekspertiza reyi uyğun gəlmir. Bunu Yekaterinburqda qətlə yetirilən qardaşların meyitlərinin Azərbaycanda yenidən keçirilən ekspertizasının nəticəsini açıqlayarkən Səhiyyə Nazirliyinin məhkəmə, tibb, ekspertiza və patoloji anatomiya birliyinin baş direktoru Adalet Hasanov deyib. Daxili İşlər Nazirliyinin Sputnik Azərbaycanda keçirdiyi əməliyyat axtarış tədbirləri ilə 7 nəfər, o cümlədən redaksiya heyətinin rəhbəri İgor Kartavixin və baş direktor Yevgeni Belausovu saxlayıblar. Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə onlar qarşı Rusiya Federal Təhlükəsizlik Xidmətinin agentləri olmaq kimi ittihamlar irəli sürülüb. Qeyd edək ki, Rusiya Sigodnya İnformasiya Agentliyinin Bakı filialının 2025-ci il fevralında akreditasiyası dayandırılsa da, qanunsuz maliyyələşmə əsasında fəaliyyətini davam etdirməsinə dair daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb. Azərbaycan hökumətinin bu dəfə Rusiya media qurumuna qarşı bu cür addım atması Azadlıq Radiosunun 2024-cü ildə bağlanmasını xatırladır. Həmin il dekabrın 26-da Baş Prokurorluq Azadlıq Radiosunun Bakı ofisində reyd keçirmiş, əməkdaşları çıxarmış, avadanlıqları və sənədləri müşahidə etmiş və ofisi möhürləmişdi. Bir neçə ay sonra radionun ofisi açılmış, lakin avadanlıqlar və sənədlər geri qaytarılmamışdı. Hadisənin az əvvəl araşdırmacı jurnalist Xadicə İsmail həbs olunmuşdu. Xadicə İsmail İlham Əliyev və ailəsinin adı hallanan korrupsiya araşdırmalarının müəllifi idi. Azərbaycan mediasında Rusiya əleyhinə yeni informasiya hücumu başlayıb tanınmış təbliğat xarakterli Minval Az xəbər portalı son paylaşımında iddia edir ki, redaksiyaya anonim məktub daxil olub. Məktubda göstərilən materiallar güya sübut edir ki, qəzaya uğrayan Azərbaycan təyyarəsi Rusiya Silahlı Qüvvələri tərəfindən vurulub. İddialara görə təqdim olunan sənədlər arasında hava hücumlarından müdafiə qoşunlarının komandirinin izahatı, səs yazıları və digər materiallar yer alır. Məktubun məzmununa əsasən atəşin açılması birbaşa Rusiya Federasiyası Müdafiə Nazirliyinin əmri ilə həyata keçirilib. Minval Az redaksiyası bildirir ki, təqdim olunan materialların həqiqiliyini təsdiqləyə bilməz, lakin ictimai əhəmiyyətini nəzərə alaraq yaxın günlərdə onların yayımını planlaşdırır. Bu cür iddiaların materialların dövrəyiyə buraxılması azı rəsmi Bakının mövqeyi ilə üst-üstə düşən bir informasiya xəttini xatırladır. Rusiya ilə Azərbaycan arasında münasibətlərdə gərginliyin yeni mərhələyə keçməsi artıq özünü açıq şəkildə büruzə bilir. Eyni zamanda Azərbaycan Daxili İşlər Nazirliyinin Bakıda Rusiya vətəndaşlarını saxlayıb. Yerli kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə saxlanılan şəxslər narkotik vasitələrin qanunsuz dövrəyisi və onların dədəsuzluqla şübhəli bilinir. Gözləyək və baxaq hadisələr hansı istiqamətdə inkişaf edəcək, zaman göstərəcək.
Rusiya Azərbaycan şərabının və brendinin idxalına qadağa qoymaq niyyətindedir. Yekaterinburqda Azərbaycanlı cinayətkarların hepsindən sonra Bakının diplomatik marşlarına cavab olaraq Rusiya hökuməti Azərbaycandan spirtli içkilərin idxalına qadağa qoyulması imkanlarını nəzərdən keçirir. Rusiya xüsusi xidmət orqanlarına yaxın olan Kremlin Tabako Telegram kanalı bildirib ki, qadağa istisnasız olaraq əvvəllər Azərbaycandan getirilən bütün şərab və brendi növəli şamil edilə bilər. Bundan əvvəl Bakı Rusiyanın yüksək rütbəli məmurlarının Azərbaycana səfərlərini və Rusiyanın mədəni tədbirlərini ləğv etmiş. Rusiya Bakı ilə bağlı şəraitdə Azərbaycandan vaxtı məhdudlaşdıran Sputnik Azərbaycan Agentliyinin araşdırmalarının azad edilməsinə nail olmaq üçün bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Ümid edirik ki, ən yaxın zamanda Azərbaycan tərəfi ilə birlikdə onların azad edilməsinə nail ola bilər, o qeyd edib. Azərbaycan səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə gedib. Görüş zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəhbərliyinin müavini Mikhail Galuzin Bakının son vaxtlar atdığı qeyri-dost addımlarla bağlı rəsmi etiraz bəyan edib. Söhbət xüsusilə iki tərəfli münasibətlərinin bilərkəndən pozulmasına yönəlmiş addımlardan gedir. Səfirə rəsmi nota təqdim olunub və Rusiyalı jurnalistlərin dərhal azad olunması tələb edilib. Son dövrlərdə Ermənistan və Azərbaycanda müşahidə olunan anti-Rusiya əhval-ruhiyyəsinin artması bir çox analitiklərin fikrincə Avropa İttifaqı və Türkiyənin regionda getdikcə artan fəallığı ilə birbaşa bağlıdır. Xüsusilə də Rusiyanı kənarda qoyaraq Türkiyə və Xəzər dənizin üzərindən Çinli Avropanı birləşmədiyi yönəlmiş orta dəhliz layihəsinin reallaşdırılması bu geosiyasi rəqabəti daha da kəskinləşdirir. İzləyək reportajı və studiyaya qayıdaq. Son zamanlar Ermənistan və Azərbaycanda müşahidə olunan anti-Rusiya mövqelərinin kəskinləşməsi mahiyyət etibarilə regionda AE və Türkiyənin artan mövcudluğu ilə bağlı ola bilər. Məsələ, Rusiyadan yan keçməklə Türkiyə və Xəzər dənizi vasitəsilə Çini və Avropanı birləşdirməyə çalışan orta dəhliz layihəsinin həyata keçirilməsi fonunda daha da kəskinləşir. Söhbət təkcə orta dəhlizdən deyil, bütün nəqliyyat yollarından gedir. Ermənistan bütün nəqliyyat yollarını açmağa, Azərbaycanı Naxçıvanla birləşdirmək üçün yol verməyə, Turan üçün yol təmin etməyə hazır olduğunu bəyan edir. Yəni burada söhbət yalnız bir layihədən getmir. Bu layihələr çox böyük, çox fərqli və çox həcmlidir. Ona görə də diqqəti yalnız orta dəhlizə cəmləmək lazım deyil. Başa düşmək lazımdır ki, söhbət bütün kommunikasiyalardan gedir. Elə deyil ki, hansısa bir dəhliz, hansısa bir şey açılsın, hansısa bir şey açılmasın, Ermənistan yarım mühasirədə qalsın və s. Yəni, məsələyə daha qlobal baxmaq lazımdır. Ermənistanın təklif etdiyi sülh kəsişməsi təşəbbüsü məhz dominant tərəflər olmadan, heç bir dövlət üçün xüsusi imtiyazlar nəzərdə tutmadan, nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına yönəlib. Ermənistan illərdir Türkiyə və Azərbaycan tərəfindən mühasirədə saxlanılıb və bəzi regional layihələrdən kənarda qalıb. Əlbəttə, istisnalar da olub. Ancaq görürük ki, bölgəmizdə həyata keçirilən istənilən layihədən Ermənistan mövcud reallıqları nəzərə alaraq kənarda qalıb. İndi vəziyyət fərqlidir və hər hansı bir sənədə imza atmadan öncə hər şeyi nəzərə almaq lazımdır. Bununla bərabər eyni regionda Türkiyə və Azərbaycan fəal şəkildə Ermənistanın cənubundan keçməklə Azərbaycanın qərb rayonlarını Naxçıvan və Türkiyə ilə birləşdirən belə adlandırılan Zəngəzur dəhlizini təşviq edir. Əsas rəqibləri olan Rusiya və İranın zəifləməsini nəzərə alsaq, Türkiyənin regionda artan təsirini görürük. Cənubi Qafqaz qlobal geosiyasi dəyişikliklərlə şərtlənən və hər şeyin çox sürətlə dəyişdiyi çoxtərəfli maraqların toqquşduğu bir regiondur. Dəhliz təşəbbüsləri və nəqliyyat layihələri çoxdan təkcə iqtisadi çərçivələrdən kənara çıxıb. Onlar AE, Rusiya, Türkiyə, İran və Çini cəlb etməklə geosiyasi alətlərə çevrilib. AE, xüsusilə son bir ildə Qafqaza və oradan da Mərkəzi Asiyaya etibarlı və təhlükəsiz yollar formalaşdırmaq məqsədi ilə öz iştirakını fəallaşdırıb. Türkiyənin regionda daha təsirli bir oyuncu olmaq imkanı var və düşünürəm ki, bundan faydalanmağa çalışacaq. NATO üzvü kimi Türkiyə bu prosesdə əsas birləşdirici halqa olmağa çalışır ki, bu da Rusiyanı ciddi şəkildə narahat edir. Azərbaycan və Türkiyə üçün orta dəhliz və belə adlandırılan Zəngəzur dəhlizi təkcə malların deyil, həm də təsirin yayılması baxımından strateji əhəmiyyət kəsb edir.
Nəqliyyat yollarının blokadadan çıxarılması qarşılıqlı maraqlar əsasında kəsişmə kimi təqdim edildikdə real əməkdaşlıq platformasına çevrilə bilər. Lakin siyasi təzyiq vasitəsi kimi dəhliz şəklində təqdim edildikdə gərginliyi daha da dərinləşdirir. Ermənistanın sülh kəsişməsi təşəbbüsü məhz dominant tərəflər olmadan heç bir dövlət üçün xüsusi imtiyazlar nəzərdə tutmadan nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına yönəlib. Ermənistanın sülh kəsişməsi təşəbbüsü məhz dominant tərəflər olmadan heç bir dövlət üçün xüsusi imtiyazlar nəzərdə tutmadan nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılmasına yönəlib. Əks halda istənilən bir dəhliz yanaşması birləşdirici deyil, ayrıcı xətt rolunu oynayaraq yeni gərginlik mənbəyinə çevrilə bilər. İran prezidenti Masud Pezeşkan Stepanakerde keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının samitində iştirak edəcək. Bu barədə təşkilatının baş katibi Asad Mecid Xan məlumat verib. Qeyd edək ki, samit iyulun 4-də keçiriləcək. Hatırladaq ki, Masud Pezeşkan cəmi 2 ay öncə Azərbaycana səfər etmişdi. Bundan əlavə bir neçə gün öncə İran prezidenti Azərbaycan prezidenti İlham Aliyevlə telefon danışığı aparıb. Danışıqlar zamanı Aliyev Pezeşkanı bölgədə atəşkəsin əldə olunması münasibətilə təbrik edib. Bütün bunlarla yanaşı, İranla Azərbaycan arasında son günlərdə açıq müşahidə olunan gərgin fon nəzərə alınarsa, Pezeşkanın ermənilərindən tamamilə boşaldılmış Stepanakerddə səsləndirəcəyi fikirlər maraqla gözlənilir. Prezident İlham Aliyev İran prezidenti Masud Pezeşkana əminliklə bildirib ki, Azərbaycanın ərazisi heç vaxt İrana qarşı hücum üçün istifadə olmayacaq. Bu barədə jurnalistlərlə söhbətində İrandan Ermənistana akreditə olunmuş səfir Mehdi Sobhaninin məlumat verib. Bizim rəsmi məlumatımız yoxdur ki, belə bir hadisə baş verib. Ona görə də yalnız media iddialarına əsaslanaraq mövqe bildirmək niyyətində deyilik, deyə səfir bildirib. Xatırladaq ki, bir neçə gün öncə Mehdi Sobhanini kəşfiyyat məlumatlarına istinadən bəyan etmişdi ki, İran-İslam Respublikasının hava mekanına müəyyən sayda kiçik ölçülü pilotsuz uçuş aparatı daxil olub və bu cihazların qonşu ölkələrin ərazilərindən buraxıldığı ehtimalı olunur. Diplomatın sözlərinə əsasən bu kontekstdə söhbət böyük ehtimalla Azərbaycandan gedir. Ermənistanın baş naziri Nikol Paşinyan Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas qəbul edib. Görüş zamanı Ermənistan Avropa İttifaqı münasibətlərinin gündəliyi, demokratik institutların möhkəmləndirilməsi, qanunun aleyhini və idarə etmə islahatları istiqamətində əməkdaşlığını dərinləşdirilməsi imkanları müzakirə olunub. Avropa İttifaqının ali nümayəndəsi bəyan edib ki, Ermənistanla Avropa İttifaqı bu günə qədər heç vaxt bu qədər yaxın olmayıb. Onun sözlərinə görə Avropa İttifaqı bütün sahələrində tərəfdaşlığı daha da gücləndirməyə hazırdır. Ermənistanın baş nazirinin müavini Mihir Qriqoryan Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Magdalena Gronunu qəbul edib. Görüşdə Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri səfir Vasili Maragos da iştirak edib. Ermənistan Respublikasının baş nazirinin müavini Ermənistan Respublikası Avropa İttifaqı əməkdaşlığının əsas gündəm istiqamətlərini təqdim edib. Tərəflər regional hadisələrlə bağlı daha fikir mübadiləsi aparıblar. BMT-nin inkişaf üçün maliyyələşmə üzrə 4-cü beynəlxalq konfransı çərçivəsində Ermənistan prezidenti Vahagn Xaçatryan Fransa prezidenti Emmanuel Macronla görüşüb. Görüş zamanı prezidentlər regional ümumi vəziyyət və son inkişaflarla bağlı fikir mübadiləsi aparıblar. Həmçinin iki tərəfli əməkdaşlıq gündəliyində yer alan məsələlər müzakirə olunub. İndi isə növbəti önəmli tədbirə nəzərə salaq. İşvərçili parlament üzvləri Amerika Birləşmiş Ştatların Konqresinin üzvlərinə və onların heyətinə Dağlıq Qarabağdan zorla köçürülmüş ermənilərin öz vətənlərinə ləyaqətli və təhlükəsizlik şəkildə geri qaytarılmaların təmin olunması istiqamətində göstərilən davamlı səylər barədə məlumat verəcəklər. Brifinqdə həmçinin Ermənistanın sabiq Xarici İşlər naziri Vartan Oskanyan və Xristian Həmrəliyin üzrə beynəlxalq təşkilatının rəhbəri John Eyber də iştirak edəcəklər. Bildirib ki, tədbir zamanı çıxışçılar Dağlıq Qarabağ üçün işvərçə sülh təşəbbüsü adlı proqram çərçivəsində aparılan fəaliyyətlərə toxunacaqlar. Təşəbbüsün əsas məqsədi Dağlıq Qarabağın yerli erməni əhalisinin təhlükəsizlik və ləyaqətli şəkildə geri dönüşünün təmin etməkdir.
İranın Xarici İşlər Naziri Abbas Arakçi CBC telekanalına verdiği müşahidede bildirib ki, Amerika Birleşmiş Ştatlarla danışıqlar üçün diplomatiya qapıları heç vaxt bağlamayıb. Bizim dinc nüvə proqramımız milli qürur və ləyaqət mənbəyinə çevrilib. Bizə zorla qəbul edilmiş 12 günlük bir müharibədən keçirmişik. Bu səbəbdən xalq uranın zənginləşdirilməsindən geri çəkilməyəcək deyə o vurğulayıb. Ve sonda beynəlxalq gündəmə qısa baxış. Hindistanda bir zavodda güclü partlayış baş verib. Eyni zamanda Rusiyanın İjevsk şəhərindəki zavodda bualarla hücum edildiyi bildirib. Amerika Birləşmiş Ştatların prezidenti Donald Trump isə Suriyaya qarşı tətbiq olunan sanksiyaları ləğv edib. Gürcüstanda isə müxalifətdə olan 8 partiya yerli özünü idarə etmə seçkilərində iştirakdan imtina etdiklərini açıqlayıblar. İzləyək və studiyaya qayıdaq. Hindistanın cənubundakı Telangana ştatında yerləşən dərman fabrikində baş vermiş partlayış və yanğın nəticəsində azı 34 nəfər həlak olub. Yaralıların və itkin düşənlərin sayı hələ dəqiqləşdirilmir. Xilasedicilər binanın dağıntıları altında qalmış insanları axtarmağa davam edir. Baş nazir Narendra Modi həlak olanların yaxınlarına başsağlığı verib və onların ailələrinə dövlət tərəfindən maliyyə yardımı göstəriləcəyini bəyan edib. Rusiyada İjevsk zavoduna pilotsuz təyyarələrlə endirilən zərbələr nəticəsində ölənlər və ağır yaralananlar var. Federasiyanın Müdafiə Nazirliyi ötən gecə hava hücumundan müdafiə həhəmə vasitələri ilə təyyarə tipli 60 Ukrayna dronunun məhv edildiyini və ələ keçirildiyini bildirib. Vilayət rəhbəri Rusiyanın qondarma Luqansk Respublikasının bütün ərazisinə nəzarəti ələ keçirdiyini bəyan edib. Moskva hava limanlarında və Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb. ABŞ prezidenti Suriyaya qarşı sanksiyaları ləğv edən tarixi bir fərman imzalayıb. Ağ Evin bildirdiyinə görə bu addım ölkənin sabitlik və sülh yoluna dəstək vermək məqsədi daşıyır. Yalnız sabit prezident Bəşər Əsədə onun tərəfdarlarına, narkotiklərin qanunsuz dövriyyəsinə, kimyəvi silaha, İslam dövlətinə və İran proksilərinə aid sanksiyalar qüvvədə qalacaq. Fərman dövlət katibinə Heyət Təhrir Əş-Şam təşkilatının terrorçu qrup kimi təsnifatına yenidən baxmağı və BMT-də sanksiyaların yüngülləşdirilməsi variantlarını araşdırmağı tapşırır. Xatırladaq ki, Heyət Təhrir Əş-Şam əvvəllər terror təşkilatı hesab olunurdu. İsrail silahlı qüvvələrinin ötən gün endirdiyi zərbələr nəticəsində Qəzzada həlak olanların sayı 74-ə çatıb. Sahilyanı kəfəyə endirilən aviazərbələr nəticəsində 30 nəfər ölüb. Şahidlərin sözlərinə görə daha 23 nəfər ərzaq almağa çalışarkən atışma zamanı həlak olub. Məlumdur ki, ölənlər arasında Qəzzada insanların acınacaqlı vəziyyəti haqqında reportajları ilə tanınan yerli jurnalist İsmail Xattab da var. Rəsmi mənbələrin Associated Press agentliyinə bildirdiyinə görə, Donald Trump gələn həftə Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahunu danışıqlar üçün qəbul edəcək. Ağ Evin mətbuat katibi Caroline Levitt bildirib ki, Yaxın Şərq üzrə xüsusi elçi Steve Witkoff İranlı rəsmilərlə birbaşa və dolayı təmaslarını davam etdirir. Daha əvvəl Amerika mediası Vaşinqtonla Tehran arasında danışıqların mümkün bərpası barədə yazsa da, İranın Xarici İşlər Naziri Abbas Arakçı ABŞ-la danışıqların tez bir zamanda bərpa edilməsi ilə bağlı hər hansı planı təksib edib. Gürcüstanda 8 müxalifət partiyası bələdiyyə seçkilərində iştirakdan imtina edir. Siyasi qüvvələrin bəyanatını parlament qarşısında partiyalardan birinin DROA-nın lideri Eleni Xoşdarya səsləndirib. O və onunla birlikdə aclıq aksiyası elan etmiş daha bir fəal aksiyanı dayandırdıqlarını bildiriblər. Hökumətə qarşı olan siyasi qüvvələrə görə bələdiyyə seçkilərində iştirak etmək vətəndaşların maraqlarına xidmət etməyəcək. Əksinə, sadəcə olaraq sitat getirirəm, qeyri-qanuni Rus rejiminin legitimliyi təəssüratı yaradacaq. Gürcüstanın qərb yönlü siyasi partiyaları və qruplar onların fikrincə Rusiyapərəstli İvanişvili rejimini tamamilə ləğv etməyi hədəfləyir və ölkədə Avropa tipli demokratik idarə etmənin qurulmalı olduğunu iddia edirlər. Yeri gəlmişkən, müxalifət yönlü baxışları olanların dəstəyini alan iki siyasi qüvvənin rəhbərləri hələ öz mövqələrini bildirməyiblər. Bugünkü buraxılışda sizinlə paylaşacaqlarımız bu qədər idi. Renews Xəbər kanalın Azərbaycanca xidmətini izləməyə davam edin. Obyektiv və dəqiq informasiya üçün biz regiondakı vəziyyəti izləməyə davam edəcək və sizə yalnız faktlara əsaslanan məlumatları çatdıracağıq. Siz bizi YouTube, Telegram, Instagram, X, Facebook'da tapa bilərsiniz və ya bizi reopen.media saytında izləyə bilərsiniz. Bugünkü bu qədər və görüşənədək sağ olun.